Nə baxırsınız? Eşitmədiniz? Rədd olun, çıxın, gedin mənim evimdən. Bir dəqiqə, sən nə danışırsan? Rasim, bu ev mənim evimdir. Mən də sizi bu evdə görmək istəmirəm. Elə bu dəqiqə rədd olun, gedin mənim evimdən. Nədir, nəyə gülürsünüz ki? Birincisi, sən məni bu evdən çıxarda bilməzsən. İkincisi, mən artıq bu evdə qeydiyyatdayım, qaqaş. Üstəgəl arvadın İlahə də bu evdə qeydiyyatdadır. Deyəsən yadından çıxıb. Ona görə də özü boş yerə yorma, qaqaş. Bu söhbət də bağla getsin, vəssalam. İndiyə qədər də elədiklərinizin hamısını burnunuzdan gətirəcəyik. Nə olur olsun, mən sizi bu evdə saxlamayacağam. Çıxıb gedəcəksiniz mənim evimdən. O qeydiyyatın heç bir hüquqi əsası yoxdur. Sonrasında ki, mən təkcə səni salmışam qeydiyyata, İlahəni sən məndən gizlin, məndən icazəsiz salmışsan qeydiyyata. Bir dəqiqə, səsin tonun biraz aşağı elə. Sənin dediklərinin heç bir hüquqi əsası yoxdur. Bizim burada yaşamağımız birbaşa hüquqa söykənir. Başa düşdün? Eşitdin? Hə? İndi nə deyirsən? Sözün var? Mən bu işi belə qoymayacağam. Siz bu evdə qalmayacaqsınız. Aferin. Bu uşaq niyə gəlib çıxmadı? Harada qaldı bu ayaz? Ne deyirdiniz? Heç nə ay qızım, nə deyəcəm? Bayaqdan çıxıb uşağı yoxdur deyirəm, görəsən harda qaldı. Ala bildi görən maşını onun əlinə. Elə mən də onu fikirləşirəm. Deyirəm, gelin bəlkə baxın, hə? Yaxşı olar qızım, nə olur, çıx bir dənə bax. Hə, indi gedərəm. Hə, çıx. Mən gedib baxaram Əsmə. Uşaq oyanıb. İstəyirsən sən çıx ona bax. Ayaza mən də baxa bilərəm. Yaxşı. Ayas hanım. Getdi. Getdi? Bəs mənə niyə demədi? Sevda, sən də dəhşətsən. Biz nə biləyik? Heç nə demədi, çıxdı getdi də. Bunların hamısı cəzalarını çəkəcəklər. Elədiklərinə görə bir-bir cəzalarını çəkəcəklər. Bircə. Birinci, xüsusən cənnət. Onun düşəcəyi, yıxılacağı günü gözləyirəm. Gör başlarını oynatacağam. Can xala, olacaq, ölməmişəm mən. Hamısı olacaq, necə lazım. Harası gedirdin xala? Ha, Ha? evin sənədlərinə görə çağırıblar. Ha, nə yaxşı. Elə getmək istəyirdim, çıxdım, gördüm, qırırsınız bir-birinizi. Mən də dayandım. Gəl otur, aparım səni. Doğrudan. Ha, ölmüşəm mən. Getdik, gəl. Gəl. Gedək də. Deyirəm, boş söhbətdir də. O deyirlər, nə bilim, səhər idmandan başlayır. Səhər yeməyindən başlayır. Nə bilim, nədən başlayır? De? Səhər bundan başlayır, bundan. Ay. Baxaq görək, dünyada nələr baş verir. Görək. Maraqlı bir şeydir. Canımı saçan qurtaracaq bu virusdan bizim. Buna baxayım. Görək. Neyse.
Salam aleyküm. Az qəsdimə durmusan. Sonra sabahın xeyir 5-də artıq. Bax, səhərin gözü açılmamış. Başımın üstü niyə kəsdirib məni qorxuzursan, hə? Nə tərsən? Necəsən? Nə olub? Qorxdun? Eybi yox, sənə qorxu duası yazdırarıq. Deyirəm ki, ay Nur, ölürsən xeyirsiz danışmaqdan ötürü, xain danışmaqdan ötürü. Solmaz, başım xərab olub səhərsən. Az, mən sənə nə dedim, hə? Deyirəm yəni ki, səhər hələ indi açılıb, indi açılıb. Niyə gəlib başımın üstünü kəstirirsən, hələ bir məni qorxudursan da? Bilmədin də mən sənə niyə dedim, nə tər dedim, nə dedim. Az, Aynur, bəs sən deyirdin ki, ərin bilmirsən hardadır, bilmirəm nə bilim hara gedib, nə tər edib, zəng eləmir, acıq verirdin mənə. Hə, nədir düz deyirdim də? Düz deyil yoxsa? Bu deyil? Bax. Kim canımsın? Az gördün, zəng eləyib mənə. Hələ soruşdu ki, 5 dəfədən. Nə tərsən? Özünü necə hiss eləyirsən? Nə yemsən, nə içmisən? Darıxmışam səndən ötürü, deyil? Az yaşından başından utanaz. Ha, başqa nə dedi də, başqa nə dedi? Başqa? Hə. Başqa belə yerin yurdun da dedi hardayam. Sənə demək üçün demədi, ha, mənə dedi. Hə, öz də belə yığdı, mənə də belə elədim, açdım, görüntülü danışdıq ondan, hə. Nədir? Deyirəm ki, belə təəccüblənirəm, mən sənə baxıram, deyirəm, yəni sən doğrudan da bu qədər safsan. Ay yox, saf sənə aid söz deyir, sən niyə deyir o saf? Sən o qədər keysən, sən yəni inandın da, hə? Nəyə? Ay sən, nə bilim, mən dünənləri səninlə, Solmaz, zarafat elədim. Dedim, bəlkə özün bilərsən, başa düşərsən. Amma sən gör o qədər keysən ki, sən mədətə də inanmısan. Mənə də inanmısan. Az, ay yazıq, görüntülü danışmışam. Az o kişi heç bilirsən, niyə aradan çıxıb gedib, bilirsən heç. Niyə gedib? Ay, sabah belə soruşarsan niyə gedib. Deyirəm də Solmaz, az. Bir gözünü aç, bir ətrafı var, yan görəvə bax gör nə olur, kim neynir, kimlər danışır, ha? Ay, nəysə, ay key. Mədət kişi sənin əlindən, səni yox, sənin oğlunun əlindən qaçıb gedib, ev söhbətinə qaçıb gedib ki, siz onu baş beynini xarab eləməyəsiniz ev deyə. Bildin indi başa düşdün niyə çıxıb gedib, az. Yenə Mədəti tanımayan olsaydı, deyərdim ki, tanımır, bilmir, danışır da. Sən bilmirsən ki, ya, bu kişi simicin biridir, hə? Az o Elnur eyvalandı, ay yazıq, hə? Bir də ki, biz burada qala. Nəvəsi Aysu ola, xeyr ola, heç sizə ev alır, xeyr ola, hə? Elə öləcəksən, Mən də deyirəm, bu niyə uzaqdan bəri gəlir? Deyirəm, nə qədər xainsən sən, nə qədər paxılsan sən. Az niyə ölmürsən? Elə öləcəksən, Vallahi. Pa! Niyə Aysu olmaz, niyə? Elə paxıl. Sözün düzünü danışıram deyə ona görə pisəm, hə? Ona görə gözümüz götürmür. Çünki axı düz söz adam yandırır, yaxır ona görə, hə? Nə deyən gərək? Az heç bu sənə layiqdırmı? Sən gəlib bunun yanında oturursan. Virus yayılıb, olmaz, virus. Tutacaqsan, get. Uzaq! Görəsən bu nə vaxt getdiyə mən xəbərim olmadı. Uf.
Qoy bir sən gəl. Alo, Salam. ana, necəsən? Hardasan? Sabahın xeyir olsun. Yoldayam bala. Gedirəm klinikaya. Niyə məndən xəbərsiz getmirsən ki? Deyərdin bir yerdə gedərdik də. İstəmədim. Niyə istəmirsən ki? Niyə tək gedirsən sən? Deyərdin bir yerdə gedərdik də. Yox bala. Bu analizin cavabını özüm almalıyam. Özüm eşitməliyəm. Cavab hər nə olursa olsun. Yaxşı, cavabı alan kimi mənə də xəbər elə. Nigaran qoyma ya məni. Yaxşı, deyəcəyəm. Hələlik. Hələlik. Ay Allah. Ay Allah, bir dənə analizlərin cavabı biz istədiyimiz kimi çıxsın. Ya Allah, sənə qurbanım bir şey çıxmasın ya Allah. Ay nə oldu? Yaxşısan sən? Ayaz, bəs sən getməmişdin? Mən də hazırlaşırdım, elə çıxım sənin arxanca. Ayaz, nə olub? Heç biraz əsəbiyəm. Baharla Rasim dedilər gedimsən, mən də fikirləşdim. Necə olub gedimsən, niyə məni gözləməmisən? Yox, getmədim. Çıxdım biraz. Gəzişdim, hava aldım. Evə qayıtmaq istədim. Sevda. Hı? Rasimgili evdən çıxarmaq istəyirəm. Ciddisən. Necə oldu birdən-birə belə fikirləşdin? Maşın məsələsini bilirəm, ona görə. Sevda, səhər elə bildim, Rasim maşını gətirib həyətə. Hə. Tez çıxdım ki, əlindən alım aparım, qaytarım, başım dinc olsun. Bəs sonra? Çıxdım, gördüm həmin maşın deyil, başqasıdır. Necə yəni başqasıdır? Nə onun başqasıdır da? Deyir güya, o mən alan maşını oğurlayıblar. Güya bunu da təzə alıb. Necə yəni alıb? Maşın alıb, Rasim təzə maşın alıb?
Neylə alıb? Sən hələ o biri maşının kreditini verirsən, hələ ondan qurtarmamısan, təzə başlayıb. O isə təzə maşın alıb. Dedim də Sevda, mən də dedim ona. Nə Dedim ki, dedin? hələ kreditini ödəyib qurtarmamışıq. Hə, valla, nə dedi sənə? Deyir, pulum var, almışam, əcəb eləmişəm. Bu tərəfdən də xalası çıxdı, deyir, nə düşmüsən, nə deyir uşağın üstündə? Deyir, pulu mən vermişəm, evimin pulundan vermişəm. Alıb yaxşı edeyim, sənə nə var? Dəhşət. Dəhşətdirlər, Ayaz. Biz neyniyəcəyik bunlardan? Çıxaracam evdən bunları. Düz eləyirsən. Çıxart. Onsuz da yaxşılıq başa düşmürlər. Ay, Solmaz xala, sabahın xeyir. Sağ ol. Nə olub az? Niyə beləsən? Az nə bilim, bayaq açdım qapını. Gördüm Aysunun anası oturublar divanda, ağlaşırlar. Dedim, aslanın başı çatmır, dəlidilər, nədilər, nə olub görəsin. Dedim, yenə yəqin ağlayırlar. Sən hələ indiyə qədər bilmirsən ki, onların başı çatmır. Az onlar ana bala ikisi də dəlidir, ifləmədi, fikir vermə. Hə, bu qədər ipləmədilər bunlar, yəni. Az dəlidirləri, dəli, başları çatmır onların. Boş ver, fikir vermə. Nə bilim, valla. Mənə bax, sən onlara fikir verməyib, sən həkimlə getdim, danışdım sənin barəndə. O ara həkiminin. Doğrudan. Hə. Nə oldu Aysunun xala, nə dedi məndən? Heç nə də dedi ki, onu gətirərsən yanıma. Hə. Amma gələndə növbədə durmayın. Deyəcəyim ki, onlar rayondan uzaqdan gəlirlər. Ona görə növbəni tutublar əvvəlcədən. Yəni sizi növbədən kənar buraxacam içəri. Hə, gözləməyək də, yəni. Hə, yaxşı, bəs nə vaxt gedək yanına? Elə indi. Hə. İndi? O sən dinlə. Dur sakitcə giyin, gedək. Hə, yaxşı, yaxşı. Solmaz xala, nə götürüm özümlə? Elə özün. Nə götürəsən? Bəs sən nə götürəsin? Nə desək? Vırıb qotuma aparacam bırak. Canın yanmasın. Tez gedək gələk. Hə, mədətin acığı tutur, deyir gecə vaxtı çöllərdə gəzməyin. Hə, Tez yaxşı, gedək, yaxşı. erkəndə gəlir. Hə, 5 dəqiqə gəlirəm. Hə, Yaxşı. giyin gedək. Mən də gedib əynim başımı geyim gedək. Az. Heç kimə demə. Yürü. Yaxşı. Cənnət xala yazıq elə düz deyirmiş. Nə bilim ey Sevda. Nə bilim bu belə eləyəcək. Yazığım gəldi də buna. Həm də fikirləşdim. Anam o vaxtı düz eləməyib, bana uşaq vaxtı atıb çölə. Dedim, heç olmasa mən belə eləməyim, heç olmasa mən buna sahib çıxım. Başa düşürəm ey Ayaz. Amma Cənnət xala da bilirmiş də nə deyirmiş. Əvvəldən narazı idi. Deyirdi, çıxard onları. Hələ özləri azmış kimi xalasını da gətirdi. Bilmirəm ey Sevda, bilmirəm. Tamam, başımı itirmişəm. Ayaz, niyə başı bitirmişsən? Nədən çəkinirsən? De ki, çıxın mənim evimdən. Vəssalam. Bu qədər arsızlıq olar, bu qədər vicdansızlıq olar, Ayaz. Mən sənə görə töhmət alım, 600 manat cərimə ödəyim, maşının kreditini verim. Sənin də pulun olsun. Gedib özünə təzə maşın alasan. Adamı yandırır, vallahi adamı yandırır. Düz deyirsən, ey Sevda. Deməyinə düz deyirsən, amma biraz problemimiz var. Ayaz, bundan başqa nə problem ola bilər?
Dedim, evdən çıxın, sizi burada görmək istəmirəm. Aha. O da dedi ki, biz bu evdə qeydiyyatdayıq. Heç yana da gedən deyilik. Bu evdə yaşamaq bizim haqqımızdır. Cennet xala bilsə dünyanı dağıtacaq. O qoymurdu səni. Qoymurdu. Necə oldu sən belə səhv elədin? Hə? Hamısı sənin ürək yumuşaqlığındandır, hamısı. Bilmirəm Semra, bilmirəm. Əvvəldən narazı idi. Qoymurdu səni. Niyə qulaq asmadın ona? Düz deyim, mənə qarşı bir pisliklərə dəyməyib. Amma belə görünür ki, elə hamısı yalan imiş, hamısı yalandan imiş. Hə də elə indi çıxır. Əsl sifətlər ortaya. Neyniyəcəyik biz Ayaz, hə? Neyniyəcəyik biz bunlarla? Sevda bilirsən, mənə daha çox nə təsir eləyir? Mən onu həmişə özümə böyük qardaş bilmişəm. Həmişə onu özümə ata əvəzi bilmişəm. Onu özümə həmişə doğma bir adam bilmişəm. Bax, bu da onun elədiyi hərəkət. Neynəmək olar? Sən pis olma Ayaz. Görək başımıza nə gəlir. Gəl gedək xəstəxanaya. İşə gecikirik. Gəl. Hə, gedək. Gel. Gəlməyib ki. Özümdən qoçağı yoxdur. Ha, nə bu? Buyur. Anan qurban, gəldin? Geldim. Hə, laf yaxşı. Sabahın xeyir. Sağ ol, sağ ol. Sonra. Heç mi, sən can sağlığı. Nə tərsən? Ay, ne bileyim, bilmiyorum. Hə, nə oldu? Neynədir, nə? Danışdın, tez ol, tez ol. Nərmiş, gəlməmiş danış görüm. Nə oldu? Kefti. Gelsin de nerede? Ne dahli var? Gelsin de. Deyirəm, öz aramızda biləkdən nə söhbət edirsən. Mənə bax, nə danışdın, nə Hiç danıştım da hiç biz danıştım. Nə deyir qız? Ne demiştinse hamısını bitte danıştım. Ne demiştinse onu. Nə, məsələ, nə? Buyda. Dedim ki, Əsmər, 4 dəfə evlənmişəm. Fəldə belə, çiçək belə, afət belə, lamanda belə. Vəssalam şutamam. Demişəm, amma day dərinliyə gitmədim. Yəni, çox dərinliyə gitmədim, bunu biləsən. Hə, sənin başına at təpib, bala. 4 dəfə evlədiyini nə deyirdin qıza? Ay, deyil. Sən demədin ki, olmaz, tanış. Mən damsını danışdım da. Demədim, ha, vuy, Allah ətin döysün. Başım xarab olub, sənin. Daha mənim sənə sözüm yox. Olmaz. Yaxşı, istəmirəm. Vallahi olmaz, bezmişəm. Yaxşı. Allah haqqı bezmişəm. Yaxşı, yaxşı. Konusum özündən çıxma, yaxşı. Bilmədim, mi? O nə dedi? O nə dedi? Və heç nə. Mən bir Kur'anlıq söz deyirəm, bu mənə bir kəlmə sözdür. Deyir ki, şeydir, bir dəfə əldə olmuşam, bir dənə də oğlum var. Vəssalam şutamam. Su? Fıstım. Solmasın, fıstım. İstəmirəm. Bala, deyirəm, yəni, elə bu. Elə bu, solmaz, elə bu da, elə bu. Vallahi başımı itirmişəm, bilmirəm, neyini, mən bilmirəm. Kişiden xəbər var, kişiden. Yaxşıdır, ikisi yaxşıdır. Allah'a şükür, yaxşıdır. Qayıdıb gələcək, hər şey yaxşıdır, əladır. Eşidirsən məni, ədə. Nə deyirsən? Tez ol. Nərminlə gitməyə yerimiz var. Sən də çıx get, işinin gücünün dalınca. Yeri. Ha, gəlsin, gedərsiniz də. Solmaz, yadında saxla, o mənim başıma. Ədə yaxşı. Yaxşı. Olan oldu, gedən getdi, bitdi də, qutardı, yaxşı. Xoruz kimi özündən çıxma. Deyirəm, yəni, bir dənə başla səni kimdi tanıyalım. İstəmə, ana gözünə qubur yoxsun. Məni niyə qovursan, ha? Deyirəm, get. Git biraz təmiz hava. Yürü. Git boşuna dön, yürü. Git.
Geldi. Az da gel de. Dedim de 5 dəqiqə hazırlaşım gəlirəm. Hazırsan? Hə, hazıram. Qoy burada bir şey var. Onu axtarıb tapım. Onsuz da kız dedi ki, Solmaz xala işim var. Qoy. Dayan. Az nəyə qoyum? Deyirəm ki, Dedi ki yanımda adam var. Özüm sənə xəbər eləyəcəm də naxaçım gəl. Solmaz xala. Canıma vicvicə düşüb, görəsən bu ara həkim mən kömək eləyə bilər. Niyə vicvicə düşür ki? Narahat olma, nəyimiz? Elə yaxşı olacaqsan ki, Allah haqqı. Sonra gələn ildə bir dənə belə, qucağında belə bir dənə keçəcəkcənə bəbişkan olacaq. Belə eləyəcəksən, yatızdıracaqsan. Özün eləmi, uşağı eləyərsən belə. Yaxşı. Narahat olma, mənim əlim yüngüldür ha. Onun yanına kim aparmışam, qəşək bəlalar olub. Öz hamısı oğlan. Hə, nə yaxşı. İnşallah sənin də oğlun olar. İnşallah. Gedək. Hə, mən hazıram da gedək. Gedək. Düş qabağıma, düş. Deyil, mədət gəlməmiş, gedək gələk. Az tutu gecə vaxtı gəl. Ne oldu ye Barbat? Harda kaldı ye? Niye sen gelemire görəsən? Dedim ki hele nigaranam. Yani bu analizin cevabı niye böyle geç çıksın ki? Yo, bu kadar da gecikebilmez axı. Qoy bir zəng eləyim. Bəs birdən Eldar bizim uşağımız olmasa, birdən bizim deyilsə onda necə? Ay Allah sana qurban olum, belə olmasın. Ay Allah bircə belə olmasın. Belə nigaran qalmaqdansa zəng eləyəcəm. Alo. Ana, salam, necəsən? Ne oldu? Ne cevap çıktı? Yavaşın, yavaş. Bugün qayıdırıq evimizə. Sən də. Necə bəyəm? Ana, bəs Zeynəb. məni danışdırma. Mən gələnə qədər hazır olun. Gedirik. Yaxşı, başa düşdüm, yaxşı. Niye gelmişsiniz? Ne oldu? Siz neneme niye gelmişsiniz? Ne oldu? Niye vurursunuz beni?
Çünkü sen buna layıksın. Esma. Sen benim evime necə getmisən, hə? Ne var az, neye gelmişsən bura? Ne istiyorsan? Eşitmirsən, hə? Yoksa başa düşmürsən? Aa, bildim. Belki indi diyeceksen yine Bahar'ın yanına gelmişsin. Sen de sen hükme. Bahar'ı sana katacağım. Seni de Bahar'a. Cennet. Bu benim son gelişimdi. Bu dakika yüreğimden sana neler demek geçir. Özümü güçle saklayıram. Sen ne üzle benim evime gelin geldi. Hansı üzle o uşağı dünyaya getirdim. Benim o ağıllı Vaqifimin necə Allah'tım bilmirəm. Ama o uşaq benim her şeyim idi. Ben ona öz nəvəm kimi bakırdım. Başa düşürsən, öz nəvəm kimi. Bu dakika senin saçlarından tutup burada ele sürüyerdim ki özümü güçle saklayırım. Güçle. Ne bakayım? Ne istiyorsan ya bu kızdan, he? Niye çekmiyorsunuz da siz bu kızdan? He? Ben DNT eylettirdim. Yalan diyorsunuz. Bilirəm ki yalan diyorsunuz. Yine bana şer atırsın, bilirəm. Esmer. Analizin cevabı çantamdadır. Bana elə gelir ki, onu sana göstermeye ihtiyaç yoktu. Özün yaxşı bilirsən ki, o uşaq Vaqifin uşağı değil. Cennet, eğer sen bilseydin ki senin gelinin ne az ne çok, düz 10 il seni ağladı, özgesinden kazandığı uşağı senin evinde büyüdü. Sen neylerdin ha? Sen Cennet neylerdin? Bilmirsən, Rasim burada qalır. Tanıyıram Lasimi. Ne olub ki? Mənim bir maşın satır. Oradakı sınıq sağlam. Tanıyırsan onu, harada qalır? Pulumu qaytar, hə? Tez ol pulumu ver. Getirip evinde saklayırsan, hele bilme olmaz. Belki o yetimse senin oğlunun oğludur.